Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Rəhman və Rəhim olan Allahın ismiyle həmd, aləmlərin Rəbbi olan Allaha məxsusdur. Uca Rəbbimiz Quran-ı Kərimdə buyurur: وَمَنْ أَحْسَنُ قَوْلًا مِمَّنْ دَعَا إِلَى اللّٰهِ وَعَمِلَ صَالِحًا وَقَالَ إِنَّنِي مِنَ الْمُسْلِمِينَ. Allaha tərəf çağıran, salih əməl edən və həqiqətən mən müsəlmanlardanam deyən kəsdən daha gözəl sözlü kimdir? Huve səmməkumul muslimin min qablu və fi həzə. O sizi bundan əvvəl də nazil etdiyi kitablarda, bunda da Quran-ı Kərimdə də müsəlmanlar adlandırdı. Allahın verdiyi bu ad, müsəlman adı ən şərəfli kimlikdir. Bu ad Allahın seçdiyi addır, Allahın bizlərə verdiyi addır. İnsanların icad etdiyi deyil, insanların uydurduğu deyil. Bu ad Allahın seçdiyi addır. Allah peyğəmbərlərini də bu adla isimləndirmişdi. Adəmi, Nuhu, İbrahimi, İbrahim nəslini və İmran ailəsini. Özünü məzhəb ismi ilə tanıtmaq, Allahın verdiyi ümumi kimliyi bəyənməmək deməkdir. Uca Allah Quran-ı Kərimdə buyurur: İnnəd-dinə indəllahil-İslam. Həqiqətən Allah yanında din İslamdır. Ya eyyuhəl-ləzīnə əmənu ittəqullaha haqqa tuqatih və la təmutunna illə və entum muslimun. Ey iman gətirənlər, ey iman edənlər, Allaha qarşı ona layiq şəkildə sayğılı olun və yalnız müsəlmanlar olaraq ölün. Və vassa bihə İbrahim bənihi və Yaqub. İbrahim bunu oğullarına vəsiyyət etdi. Yaqub da: Ya bunəyyə, ey oğullarım, İnnəllaha astafə ləkumud-din. Şübhəsiz ki, Allah sizin üçün bu dini seçdi. Fələ təmutunna illə və entum muslimun. Elə isə yalnız müsəlmanlar olaraq ölün. Və sonunda Həzrəti Yusufun duası ilə sözümü tamamlayıram. Uca Allah nəsib edərsə. Rabbi qad ətəytəni minəl mülk. Rəbbim, sən mənə mülkdən verdin. Və əlləmtəni min təvilil əhədith. Və mənə hadisələrin yozumundan bir qismini öyrətdin. Fətras səməvət vəl-ard. Göylərin və yerin yaradıcısı. Əntə vəliyyi fid-dunya vəl-əxirə. Sənsən mənim dünyada da, axirətdə də vəliyim, dostum. Təvaffəni muslimən. Məni müsəlman olaraq vəfat etdir. Mənim canımı müsəlman olaraq al. Və əlhəqni bis-salihin. Və məni salihlərə qovuşdur. Vəssalamu aleykum və rəhmətullahi və bərəkətuh.